balaca vazelinin nələrə qadir olduğunu bilirsiniz. Bilmirsinizsə videoya sona qədər qulaq asın və videonu bəyənib məni də takip edin ki, bu faydalı məlumatdan hər kəs yararlana bilsin. Deməli, bu balaca vazelinin daban çatlarına son qoyan ən effektiv üsuldan biridir. Hansı ki, bir həftə boyunca daban çatlarına axşam sürtüb yatdığınız zaman qısa müddətdə daban çatlarına tamamilə son qoyacaq. İkincisi, soyuq dəymə zamanı dodaq kənarlarında, dodaqda baş verən çatlarda nəzik təbəqədə dodağınıza sürtdüyünüz zaman elə ilk istifadədən dodaq çatların bərpa eləyəcək. Üçüncüsü, saç qıranlardan əziyyət çəkən bəylər, xanımlar, saçınızı yuduqdan sonra saç uclarına vazelin vurduğunuz zaman qısa zamanda saç qıranlardan sizi azad edir. Dördüncüsü, qaş seyrəliyindən əziyyət çəkənlər və yaxud da qaşı tökülənlər hər axşam diş şotkası ilə qaşınıza çəkdiyiniz zaman qısa müddətdə həm qaşınızı gurlaşdıracaq, həm də qaş tökülməsindən sizi azad edəcək. Deməli, bu balaca vazelin haqqında mənim bilmədiyim, sizin bildiyiniz hər hansı bir məlumat varsa yorum bölümünə mütləq yazın və bu cür faydalı videoların davamı üçün məni takip eləməyi, ən əsası da kanalıma abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşərik.